Axşamın yeməyi elə yenicə ağzından düşür. Qabları yuyursan, bir stəkan çayı süzürsən ki, oturub belə dincələ-dincələ bu çayı içəsən, elə o andaca beyninə gəlir ki, yaxşı bu günlərimə bu yeməyi bişirdik, yedik, qabları da yuduq, yığışdırdıq. Bəs sabaha nə bişirəcəyik? Sabaha nə ilə yola veririk? Xaladenika açırsan, əlhəmdülillah, hər şey var. Şkafı açırsan, hər şey var. Amma nə bişirəsən, menyu tapırsan. Eyni şeyi sabah bir də bişirsən, heç kim yeməz. Bugün bişirdiyini sabah qabağına qoysan, ağız burun yerinə gedər. Ona görə də həqiqətən də artıq bişirməyə bir mövzu, bir yemək tapa bilmirəm ki, onu bişirəm, verəm yesinlər, ağız burun əyməsinlər. Nəysə ki, inşallah ki, siz də rəy bölməsinə yazın görək bu axşam nə bişirmisiniz. Bəlkə mənə sabaha fikir olar. Mən bu axşam ləvəngi və kartof qızartmışdım. Deyəcəksiniz, ləvəngi və yanında kartof nə əlaqə? Ləvənginin yanında aş olar. Valla biz aş xoşlamırıq o qədər də. Yəni biz də babadan aşı qaralaş kimi tanıyırıq. Ləvəngili falan yox. Belə yoldaşım xoşlayır deyənə eləmişəm. Yedik, əlhəmdülillah. Allah acıları doyuzdursun. Allah bütün kasıbların süfrəsini açıq eləsin. Heç kimə möhtac eləməsin. Səhifəmizi də bəyənib, takip etməyi unutmayın və rəy bölməsinə yazın görək. Bugün sizin evdə menyu nə olub? Bəlkə mənə sabaha fikir olar ki, nə bişirim? Həqiqətən də artıq bu nə bişirim sualı biz xanımları yıxıb sürüyüb. Hələlik qızlar, gecə